Şəhərin mərkəzi İçərişəhər metrosunun da tam yanı. Bir tərəfimizdə də Təzəbəy hamamını görürsünüz. Onun qarşısında yerləşən. Gördüyünüz baxın bu binada 4 otaqlı mənzil satışa çıxıb. Bu binanın ən gözəl eyvanı bu mənzilə məxsusdur. Qarşıda Təzəbəy hamamıdır, iki küçənin kəsişməsidir. Bir tərəfdə Şeyx Şamil küçəsi, bir tərəfdə də Mehdi Hüseyn küçəsi. Daxil olaq mənzilə 4 otaq 100 kvadratdan ibarətdir. Elə giriş qapısının yanından layihəsini göstərdim sizə. Qarşıda hamam, sanitar qovşaq və mətbəx doranı sonunda göstərəcəm. 4 ədəd də ayrı-ayrılıqda otaqlardır. Birinci otağı qarşı hissəsində eyvanı baxır Təzəbəy hamamına. İkinci otağı layihəsi yelçəkəndir, baxır həyət istiqamətinə. Onu da qeyd edim ki, yalnız buranın mənzil kimi yox, obyekt kimi də dəyərləndirə bilərsiniz. Şəxsi ofis, restoran, salon bunların hamısına yararlıdır. Elə binanın aşağısı da hamısı obyektlərdir. Və son olaraq gəlirik 4-cü otağa. İçərisi bəzi əşyalarla təəssüf ki doldu, amma yenə də biz sizə tam şəkildə göstərəcəyik və tam qarşısında da eyvanı birbaşa baxır Mehdi Hüseyn küçəsinə. Və son olaraq da mənzilin hol hissəsində hamam və sanitar qovşağını göstərdim. Sanitar qovşağı yan hissəsində hamamı, mənzilin 2 otağı və mətbəxi Təzəbəy hamamına baxır.